Mən də hər kəsi salamlayıram. Əziz Ağdamlılar, bugündən artıq Ağdam qəbirstanlığının təmizliyi, sərgə-səhmana salınması, otun biçilməsi, kol-kostan təmizlənməsi prosesinə başlandıq. Və buradan bütün Ağdam cəmaatına müraciət edərək deyirəm ki, əziz həmvətənlər, əziz qardaşlar, bacılar, hamımızın ən müqəddəs insanlarımızın ruhları uyduğu yerdir. Çox qədim tarixi olan Ağdam şəhər Qarazi qəbirstanlığının təmizləyib başa çatdırılması prosesindən sonra hər birimizin, əzizlərimizin qəbri oriyentir olaraq götürülməsi işləri asanlaşacaq. Bu işdə iştirak olan bütün qardaşlarıma təşəkkür edirəm və bütün Ağdam cəmaatına da buradan səslənirəm ki, gözəl cəmaatınız Qarabağ Qarazi qəbirstanlığından başlayır. Hamımızın başlanğıcı da buradandır, sonu da buradır. Ona görə də dəstəyinizi əsirgəməyin. Burada gedən təmizlik işlərinə, iməcil işlərinə hər kəs öz dəstəyini göstərsə şad olarıq. Hamınıza təşəkkür edirik və burada əziyyət çəkən qardaşlara da elə hamımızın adından təşəkkür edirik. Dəvət edirik. Qarazi qəbirstanlığının təmizlənməsinə, iməciliyinə start verildi qardaşlar. Gəlin, kimin Qarazi qəbirstanlığı əzizləri uyur, gəlin köməkləşin buranı abadlaşdıraq. Maddi mənəvi. İməciliyə, təmizləyək inşallah. Allah rəhmət etsin.